Hacı Xaliyev Bəşər. Təşəkkür ederim. Hoş gəlib, səfa gətirmişsiniz, buyurun. Əziz həmvətənlər, dəyərli tədbir iştirakçıları, çox hörmətli qonaqlar, çıxışıma başlamazdan öncə ilk növbədə təşkilatçılara təşəkkür edirəm. Bu uzaq yolu və yolun da nə qədər narahat olduğunu biz hamımız gələrkən gördük və belə bir situasiyada təbii ki, belə bir tədbir təşkil etmək, gənc olmalarına baxmayaraq Əmrah bəyə, Aynurə xanıma, Emin müəllimə mən səmimi təşəkkür edirəm. Digər tərəfdən mən çıxışımı tam fərqli üslubda demək istəyirəm. Əsas məsələ nədir? 2003-cü ildə Azərbaycan Respublikasının prezidenti seçilən Ali Başkomandan cənab İlham Əliyev 2020-ci ilə qədər 17 il səbr etdi. Bu 17 il ərzində cənab prezidentin ünvanına ağzı göçəklər nələr demədi, nə fikirlər söyləmədi. Yaddaşlarda biz bilirik. İstəyir radikal müxalifətə, istəyir bəzi ağzı göçəklər, heç kim inanmırdı ki, Qarabağ qayıdacaq. Hər kəs çıxışında lağlağı edərək, ironiya ilə Qaradağ bizimdir, Qarabağ bizim deyil, Qarabağ verilib, talihi həll olunub söylürdü. Gəlin səhvə olaq. Və 2019-cu ildə bax bu Şuşa şəhərində, Cıdır düzündə Paşinyan gəlib erməni generalları ilə pivə içib, qarnını qabağa verib, burada yallı gedəndə bir Azərbaycanlı kimi bizim içimiz yanırdı ki, Şuşamızda erməni generalları, erməni vandalları, erməni faşistləri bu torpaqda necə yallı gedir. Və onda içimiz dağlıydı. Amma Ali Başkomandan səbri pozmurdu. Özü dediği kimi çıxışlarda lazım olsaydı bir 17 ildə dözəcəkdi. 2020-ci ildə əsas lazımı məqam yetişəndə Allah Cəllaluhu ki izin verdi. Artıq vaxtıdır, durmaq olmaz. O mümbit şərait yetişib 44 günə Ali Başkomandanın özü mərkəzi qərargaha gələrək həmin dövrdə nələr baş verdi? Generalların bir çoxu təxris olundu. Başda Nəcməddin Sadıqov olmaq şərti ilə, Rövşən Əkbərov olmaq şərti ilə və bir çox generallar həbs olundu yerindəcə. Hətta cənab prezident çıxışlarında dedi ki, bəzi məqamlar var idi ki, satqınlıq edirdilər içəridən və müxtəlif rəqəmlər də səsləndirir. Mən o rəqəmlərin üstündə dayanmaqsam itkilərimiz olur. Yəni biz daha satqın içərimizdən olan, o sapı özümüzdən olan Baltaral olmasaydı, müharibəni 44 günə yox, daha da tez qutara bilərdi. Amma Ali Başkomandan özünü itirmədi. Uniformasında, mərkəzi qərargahda, Müdafiə Nazirliyinə də, məhz orduya da, silahlı qüvvələrin, Ali Başkomandanı kimi özü rəhbərlik edirəm. Və nəticə nə oldu? Şuşada biz nəyi göstərdik? Cıdır düzündə. Əsl müsəlman olduğumuzu. Cənab prezidenti öz həyat yoldaşı Mehriban xanımdan gəlib pivə içmədi, araq içmədi, şərab içmədi, çay içdi. Və göstərdi ki, əsl müsəlman, əsl mömin, əsl dindar, əsl Ali Başkomanda necə olur və necə olmalıdır. Bu bir örnəkdir. İkinci əsas məsələ, istəyirəm bunu hamınız biləsiniz və yəqin ki bilirsiniz, İçinizdə də ən savadsız özümü hesab edirəm. Mən istəyirəm ki, vətənpərvərlik nədən başlayır? Var vətənşüvən, var vətən sevən. Azərbaycan xalqının mərd oğulları Azərbaycan torpağı uğrunda ailə var idi ki, üç övladı şəhidlik etdi. Ailə var idi ki, tək səs kəsildi. Ailə var idi ki, yeganə övladı vardı, bu torpağın uğrunda qurban getməyə belə demədi. Bax, bugün bu Azərbaycanın suverenliyi, ərazi bütövlüyü məhz o cür müqəddəs anaların, müqəddəs oğulların hesabına ərazi bütövlüyünü bərpa edib və tək oğul olan, nə əmsi, nə dayısı, nə bibisi yoxdur həyatda. Tək oğlandır, Ali Başkomandan, tək. Özünüz də bilirsiniz, tərcümə alınır, məndən yaxşı bilirsiniz. Bir Allah'ın ipindən, Əl-İmran surəsinin 100-cü ayəsinə uyğun olaraq Allah'ın ipindən möhkəm tutdu və bir də siz xalqıma, Azərbaycan xalqına güvəndi, dünya dövlətlərinin necə mübarizə apardı, Amerika Birləşmiş Ştatları ilə, Fransa ilə, İngiltərə ilə
ve onun harici televiziyalara verdiği hem strateji hem taktiki aile başkomandan olduğu göz qabağındaydı. Ve bu danılmaz həqiqətdir. Bugün çoxları çox başka şeyler deyirlər ki, ölkədə sosial vəziyyət ağırdır filandır. İndi baxın, bir 20-25 milyar pul lazımdır ki, son 5 ildə dayanmadan Cənab Prezident 34 dəfə bu əraziyə öz ailə üzvlərindən gəlir. Bütün səfərbərlik olub Azərbaycan iqtisadiyyatı, maliyyəsi bu Qarabağ olmasıdır. Bir 20-25 milyar da pul lazım ki, biz bunu əvvəlki görkəmindən də yaxşı vəziyyətə gətirək. Bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, 1923-cü il iyul ayının 7-sində Sergey Mironoviç Kirovun rəhbərlik elədiyi Azərbaycan Mərkəzi Komitəsinə 5 ilə yaxın o Azərbaycan Mərkəzi Komitəsinə rəhbərlik edib və bilirsiniz ki, Bakının da ən hündür yerində Kirovun heykəli var idi. Və onda Qarabağı ermənilərə vermişlər. Və Qarabağın 114 min əhalisinin 75% erməni idi. Və rəhbərləri də 88-ci ilə qədər ermənilər təyin olub. Amma bugün baxın, Cənab Prezident daha nə elədi sizin üçün və bizim üçün? Dağlıq Qarabağ Muxtar Vilayəti sözünü çıxartdı. Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü bərpa elədi. 44 günlük müharibədən sonra 3,5% torpaqlarımız erməninin işğalındaydı. Yenə bəzi ağzı gözəklər deyirdi ki, Əbülfəz Elçibəy Rus ordusunu çıxartdı, İlham Əliyev gətirdi Rus ordusunu, saldı Azərbaycana. Amma antiterror əməliyyatlarından sonra o radikal müxalifət tamamilə söndü və gördü ki, İlham Əliyev nə qədər strateg, nə qədər uzaq görər və nə qədər zəki bir insandır. Və xalqına, torpağına, vətəninə, Türk oğlu, Türk kimi dırnağından tükünə qədər bağlı insandır. Bugün İlham Əliyevin nə Xaliqin dediği sözlərə ihtiyacı yoxdur, nə də başqalarının dediği təriflərə. İlham Əliyev son 200 ildə Azərbaycan Respublikasının prezidenti və sərkərdəsi kimi öz imkanını vardır. Bundan sonra Azərbaycana kim rəhbərlik eləyəcəksə fərqi yoxdur. O bu yarışda İlham Əliyevə uduzacaq. Çünki İlham Əliyevdən üstün cəhətlərə malik ola bilməyəcək. İlham Əliyev bu şanlı tarixi düşüncəsi ilə, savadı ilə, idraki ilə, məhculəsi ilə yazır. Və toplantıda iştirak edən dəyərli xanımlar və bəylər, həm texniki baxımdan vaxt azdır, həm də açığı bəzən qısqanclıq hissi yaranır, həmişə istedadlı, həyatını tamam başqa cür quran və xalqını tamam başqa cür sevən insanlara qarşı bir mənalı münasibət olur. Bu sevimli peyğəmbərlərimizin həyatına, imamların həyatına nəzər saldıqdan ta bu günümüzə qədər. Bugün Allah'a münasibət bir mənalı deyil. Allah'ı sevənlər də var, Hristiyanlar da var və Allah'ı inkar edənlər də var. Bugün Cənab Prezidentə də münasibət bir mənalı deyil. Amma mən sizə tam səmimi deyirəm ki, istəyənlər və istəməyənlər, siz bu yarışı uduzmusunuz. İlham Əliyev Azərbaycan adında şah əsərini atası, ümumilli liderimiz Heydər Əliyevdən də yaxşı və gözəl şəkildə bizə təqdim edir. Hər bir toplantı, hər bir iclas, konferans, simpozium insanların maariflənməsinə xidmət etməlidir. Bu gündə bura yığışmamızın əsas səbəbi gerçək kimliyimizi, gerçək tariximizi bilməyimizdir. İnsan ola bilər, hara gedəcəyini bilməsin, amma hardan gəldiyini mütləq ki bilir. Və çıxışımı sevimli Peyğəmbərimiz sallallahu aleyhi və sallamın bir kutsal hədisi ilə bitirmək istəyirəm. Sevimli Peyğəmbərimiz buyururdu, cahillər yanında oxunmamış kitab kimi susun. Çünki onlar sizi başa düşməz və siz getdikdən sonra onlar sizi ələ salarlar. Biz bugün cahilliklə mübarizə aparmalıyıq. Çalışmalıyıq ki, imanımızla ağlımız, ağlımızla nitqimiz, nitqimizlə əməllərimiz bir-birini tamamlasın və əməli salih qullardan olar. Allah Cəllə Cəlaluhu Azərbaycan xalqını qorusun, Allah Cəllə Cəlaluhu sizləri qorusun, Allah Cəllə Cəlaluhu şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məkanı cənnətdir, qazilərimizə şəfa versin, can sağlığı versin. Allah Cəllə Cəlaluhu sizə mənəvi və maddi zənginlik nəsib eləsin.